Salam, hər vaxtınız xeyir olsun. Gürcü xəncəli bişirirəm. Dedim çəkin paylaşım sizlərlə. Təxmini bir 30 dənə oldu. Ondan da ikisi qırıldı, üçü. O da ki, öz zəifim müsbatından süzgəcin üstəsinin dəmiri deşdi. Ona görə də 3 dənəsi qırıldı. Bir də mən ilk dəfə idi ki, belə düşürdüm gürcü xəncərini. Bir də gürcü bükə bilmirdim, gürcəni də bükməyi. Bəlkə 5-6 dəfə yoxlaya xəmirin arasına salfetka qoydum ki, biraz ət kimi görünsün. Salfetka qoydum, örgəndim, gürcə də bükdüm. Orada 4 dənə şəkildə var, videoda da düşüb. Bir də mən əti bol elədim içinə. 600 qram təxmini ət idi. 600 qramı da ki 30 qram xəncələ istifadə elədim. 3 dənə böyük soğan idi. Bir dəstə keşniş, yarım dəstə də petruşka idi, yəni cəfəri. Duz, istiyot, paprika, qırmızı istiyot, acısı. İstəyən zövqə görə suneli vura bilər, xumeli suneli. Yəni mən vurmadım, burada da göstərirəm. Altlarını çox bir şey alınıb. Sadəcə olaraq o partlayanların soğanı, əti dağılıb bunların üstünə. Yəni həqiqətən ilk dəfə ki, öz əl işimi özüm bəyənirəm. Xırda daha bir şey olurmuş. İnşallah xırda bükəcəm. İndən sonra bir də bişirəndə.